Hansı cümlələrdə danışanın fikrə münasibəti modal sözlə ifadə edilməmişdir? Danışanın fikrə münasibəti nə bildirir? Ara söz, modal söz. İndi bizdən soruşur ki, ara söz modal sözlə ifadə olunmaz. Baxın, demiş ki, bütün modal sözlər ara sözdür. Amma ara sözlərin hamısı modal söz deyil. Hamının dediyinə görə danışan ifadə etdiyi fikrə münasibət bildirir. Amma belə bir modal sözü, belə bir nitq hissəsi ola bilərmi? Xeyr. Deməli, 1. Qonaqlar mal bilər. Qonaqlar yenə də mən bilən olur. Heç bu gündə gəlməyəcəklər. Mən bilən danışan ifadə etdiyi fikrə münasibət bildirir. Ara sözdür, amma belə bir modal sözün yoxdur. 2. Səhərki mübahisə doğrusu. Doğrusu həm modal sözdür, həm də ara sözdür. Deməli, modal sözlə ifadə edilmişdir. Bunu götürmürük. Sabahki görüşdə olsun ki, tələbələr də iştirak edəcəklər. Olsun ki, modal sözdür. Həm də danışan ifadə etdiyi fikrə münasibət bildirir. Ara sözdür. Modal sözlə ifadə olunur. Sözün qisası amma üçüncü nöqtənin söz birləşməsi, yəni söz birləşməsi formasında olan ara sözdür. Belə bir modal sözü olmur. Bir, bildiyinizdə asılı olun. Düz cavab.